Müəllif rahimehullah Müsəlmanın Qalası kitabında həyatından əlini üzmüş xəstənin etdiyi dua bölümünü açır. Onlardan birinci bir neçə dua gətirir. Onlardan birincisi Allahümme gfirli varhamni və əlhiqni bir rafiqil a'la. Allahım məni bağışla, mənə rəhm et, məni uca dosta qovuşdur. Və bu hədis olaraq Ayşə anamızdan gəlir radiyallahu anhədən. Səmi'tun nəbiyyə sallallahu aleyhi və səlləmə və asaqtu ileyhi qablə ən yəmud. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ölməzdən əvvəl eşitdim və onu dinlədim. Və huvə musnidun zahrahu ileyyə. O kürəyini mənə söykəmişdi və deyirdi ki, Allahümme gfirli varhamni və əlhiqni bir rafiq. Allahım məni bağışla, mənə rəhm et və məni uca dosta qovuşdur. Və burada Ayşə radiyallahu anhənin sözü ki, وَقَدْ أَصَغْتُ إِلَيْهِ قَبْلَ أَنْ يَمُوتُ və ölməzdən əvvəl onu dinlədim və kürəyini mənə söykəmişdi. Allahümme gfirli varhamni və deyirdi ki, Allahım məni bağışla, mənə rəhm et. Allahümme sözü ya Allah deməkdir. Allahümme ya Allah iğfirli varhamni. Biz qafır sözünü götürmüşük. Qafır, qafara sözü həm örtmək mənasını verir, həm də keçmək. Amma rəhmət isə bundan daha üstündür. Yəni, hinəmə yəsturul əvvə qədəlik ayədən yətəcəvəz an təqsi və xatıyə fə innə rəhmətəllah təkunu fəvqə dəlik. Demək, Allah Teala qulunu örtməsi və həmçinin onun müqəssirliyindən və xatasından keçməsi məğfirət sayılır. Amma rəhmət isə bundan daha böyükdür. Çünki bu cənnətə daxil etməyi də əhatə edir. Çünki heç kəs öz əməli ilə cənnətə girməyəcəkdir. Və soruşurlar ki, وَلَا أَنْتَ يَا رَسُولَ اللّٰهِ və ey Allahın Rasulü sən də mi? Deyir ki, وَلَا أَنَا həttə mən də İllə ən yetəğəmmədəni Allahu bi rəhməti. Əgər Allah Teala məni öz rəhməti altına almasa. Əgər bu rəhmət qula hasil olarsa, ona dünyada və axirətdə xeyirlər nazil olar, hasil olar və həmçinin yüksək dərəcələri qazanar və müxtəlif növ nimətləri əldə etmiş olar. Allahümme gfirli varhamni və əlhiqni bir rafiq. Digər rəvayətdə isə bil mələil ə'lə. Allah məni bağışla, mənə rəhm et, məni uca dostlara qovuşdur və digər rəvayətdə isə ali topluma qovuşdur. Və Ər-Rafiq-ül Ə'lə deyildiyi zaman elm əhlinin çoxu o görüşdədir ki, və burada uca dost deyildiyi zaman peyğəmbərlər nəzərdə tutulur. Hansı ki, onlar səmadadırlar, göylərdədirlər, yəni onların ruhları və həmçinin onların surətləri də onlara verilmişdir. Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Meyrac gecəsində onları görmüşdür. Və bəziləri isə deyirlər ki, Ər-Rafiq sözü həm təkə, həm də cəmədə deyilir. Yəni, yoldaş və yoldaşlar mənasında da gəlir və bunlar da peyğəmbərlərdir. Və həmçinin Allah Teala Quranda buyurur ki, وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولِ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Kim Allaha və Rasulla itaat edərsə, onlar Allahın nemət verdiyi kəslərlə bərabər olar, peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlər və onların yoldaşlığı necə də gözəldir. Yəni, Allah Teala onların hamısını bu vəsflə vəsf etmişdir. Bəziləri isə deyir ki, Ər-Rafiqul Ə'lə ənəhu aradəl cənnə.
Yəni uca dostlar, yoldaşlar deyildiyi zaman cənnəti nəzərdə tutur və orada onlarla yoldaşlıq etmək və o nemətlərdən nemətlənmək. Yəni, lakin bu görüşlərin içərisində ən uzağı sayılır və İbn Abdülbar rahimehullah İstizkar kitabında bu ayəni gətirərək deyir ki: "Və men yuti'illaha ve'r-rasul" kim Allaha və Rasula itaat edərsə, "Fəulaikə ma'allezine en'amallahu aleyhim" yəni onlar Allahın nemət verdiyi kəslərlə bərabər olar, peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlər. Yəni deyir ki, Rafiqil A'la onlardır. Yəni uca dostlar, uca yoldaşlar. Yəni xülasə odur ki, yəni şərh edənlər yəni bu təfsirdə əsasən dayanıblar. Nisə surəsində keçən ayənin təfsirində. Və elm əhlindən bəziləri isə deyirlər ki, onlar Allaha yaxın olan mələklərdir. Necə ki, Allah Teala buyurur: "La yəssəmma'unə iləl mələ'il a'la." Yəni onlar uca toplumu dinləyə bilməzlər. Yəni şeytanlar yəni onlardan uca toplumdan, yəni mələklərdən götürə bilmirlər və uca toplum deyiləndə də nəzərdə tutulan mələklərdir. Yəni hər bir halda Peyğəmbər sallallahu aleyhi və səlləm yəni uca dostları və uca toplumu dünyadan və əhlindən üstün tutmuşdur, onu seçmişdir. Və həmçinin hədisdə də Ayşə anamız deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim: "La yuqbadu nabiyyun hatta yukhayyar." Yəni hər hansı bir peyğəmbər ona seçim verilmədikcə canı alınmır. Ya ölümü və yaxud da dünyanı seçmək. Və o deyəndə ki, Ər-Rafiqil A'la, yəni mən artıq bunu eşitdiyim zaman Peyğəmbər sallallahu aleyhi və səlləm uca yoldaşları, uca dostları seçdi və bildim ki, o artıq gedir və bizi seçmir. Və bunu seçim veriləndən sonra artıq demişdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə dünyada qalmaqla ölüm arasında seçim verilmişdi və Peyğəmbər sallallahu aleyhi və səlləm uca yoldaşlığı, dostluğu seçmişdir. Və bu hədis dəlalət edir ki, ölüm anında gərək insan zikri çoxaltsın. Yəni ölüm anında və ölüm yaxınlaşdığı zaman zikri çoxaltmaq müstəhəbdir. Və Nəvavi rahimehullah da həmçinin deyir ki, onun üçün də Quran oxumaq və həmçinin zikr etməsi və bu kimi əməllər ki, yəni sonluq salih əməllə tamamlansın. Və həmçinin ona ölüm anında insana haramdır ki, özündən çıxması, etiraz etməsi və əxlaqının pisləşməsi. Yəni gərək insandan ona yaraşmayan, əxlaqa zid olan hərəkətlər ortaya çıxmasın. Söyüş söymək, qəzəblənmək, etiraz etmək. Yəni çünki insanlardan ellər vardır ki, belə hallarda sıxılır, onun əxlaqı daralır, dözə bilmir, söyüş söyür və ondan yaraşmayan hərəkətlər ortaya çıxır. فَلَا يُقْدَمُ الْحَيَا بِمَا يَدُلُّ عَلَى الْجَزَى وَقَدَرْنَا فِنَ لَا مَرَدَّ لَهُ. Gərək yəni son etirazla, insan özündən çıxmasıyla, səbirsizliklə tamamlanmasın. Yəni insan sonu gözəl tamamlanması üçün səbəblərdən tutmalıdır. Və buradan da müstəhəbdir ki, insan qəlbi ilə şükür edənlərdən olsun, dili ilə şükür edənlərdən olsun və səbr etməsi vacibdir. Və xatırlasın ki, bu axır anlardır. Dünyanı tərk edir, dünyadan ayrılır və çalışmağa həris olsun ki, yəni xeyirlə tamamlasın sonunu və həmçinin haqları əhlinə qaytarmağa çalışsın, tələssin və bacardığı qədər halallıq alsın və xüsusən də yəni münasibətdə olduğu kimsələrdən, ailədir, zövcədir, yaxından münasibətdə olan insanlardan halallıq almağa çalışsın.
Yəni, burada həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bütün hallarda istiğfara sarılması vardır. Və hətta ölüm anında belə Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbindən bağışlanma diləyir və əməli bununla tamamlayır. Və buradan da gərək ibadətlər istiğfarla tamamlansın. Yəni, bir çox ibadətlərin sonunun istiğfarla tamamlanması buyurulmuş. Məsələn, namazdan dərhal sonra nə buyurulub? İstiğfar buyurulub. 3 dəfə istiğfar demək və həmçinin həcdən sonra istiğfar buyurulub. ثُمَّ أَفِيضُ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُ اللّٰهِ. Sonra insanların döndüyü yerdən, Arafatdan siz də dönün və Allahdan bağışlanma diləyin. Yəni, ibadətlər istiğfarla tamam. Gecə namazı, Allah Teala buyurur, وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ. Onlar səhər vaxtları, yəni səhər, sahur vaxtı, sübh namazından əvvəl, gecə namazından sonra istiğfar edərlər. Və həmçinin məclislərin istiğfarla tamamlanması gəlmişdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm öz həyatını istiğfarla tamamlayır, öz həyatını. Yəni, bu da ona dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatı xeyirlə keçən, dolu olan bir həyat idi və onun da istiğfarla tamamlanması onun həyatının sonuna dəlalət edir. Allahumma əğfirli vərhamni, Allah məni bağışla və mənə rəhm et. Hansı ki, o, bütün ümmətin ən şərəflisi, ümmətin ən kamili və insanlar içərisində Allahdan ən qorxan kimsə idi. Yəni, bu birinci hədisdir. Bu hədisin faydalarını götürək və bir neçə hədis gətirir. Yəni, insan ölüm anında hansı duaları etməlidir? Yəni, bu hədisin faydalarından Əl-yəsu minəl həyat lə yu'lam illə idə hadaral məvd. Yəni, insanın həyatdan ümid üzməsi artıq ölüm gəldiyi zaman bilinir. Amma bundan əvvəl isə, yəni, xəstəlik nə qədər şiddətli olsa belə, yəni, insan ümid üzməməlidir. Nə qədər insanlar olub ki, xəstəliyi şiddətlənib, hətta ailəsi toplaşıb, su gətiriblər, qüsul vermək üçün ətir gətiriblər, kəfən gətiriblər. Sonra Allah Teala ona şəfa verib, afiyyət verib. Və kəm min insan əşrəf aləl-məvd fi ardı məfəz leysə indəhu mə və lə ta'am fəəncəhullah. Və neçə insan da, yəni uçsuz-bucaqsız bir səhrada, yəni ölüm ayağına çatıb, heç bir suyun, yeməyin olmadığı bir yerdə, elə bir anda Allah Teala onu xilas edib. Və həmçinin faydalardan xəstəliyi şiddətlənən insanın belə dua etməsinin məşru olması. Allahum əğfirli vərhamni. Allahum, məni bağışla, mənə rəhm et. Və həmçinin əcəlinin yaxınlaşmasını hiss edərsə və əsasən də qarqara vaxtı, yəni ruh boğaza yetişdiyi zaman, ölümün bihoşluğu gəldiyi zaman Peyğəmbər sallallahu aleyhi və səlləmi nümunə götürərək. Demək, burada həm məğfirət, həmçinin Allahdan rəhmət istəmək keçir. Və insanın da bunu deməsi qulun Rəbbi barəsində gözəl zəndə olmasıdır. Və Allah Teala da qulun zənni, gözəl zənni yanındadır. Və həmçinin faydalardan Peyğəmbər sallallahu aleyhi və səlləmin bu duanı söyləməsi, Allah Teala ona həyatla ölüm arasında seçim verdikdən sonra buyurur ki, İnnehu ləm yuqbad nəbiyyun qattu həttə yara məqadahu fil cənnə thumma yuxayyar. Yəni, elə bir Peyğəmbər olmamışdır ki, cənnətdəki yerini görmədən öncə cana alınsın. Və hər bir Peyğəmbərə ölməzdən əvvəl cənnətdəki yeri göstərilib və ona seçim verilib. Seçim verilib. Ondan sonra canı alır. Yəni, istəsə həyatda qala bilər, istəsə ölümü seçə bilər. Və Ayşə anamız radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni gözünü səmaya zilləyir və sonra deyir ki, Allahümmə ər-rafiqəl ə'lə, Allahım, yəni məni uca yoldaşlara qovuşdur. Və burada keçən Allahümmə əğfirli vərhamni, Allahım məni bağışla, mənə rəhm et.
Və bunlar ikisi də burada gəlir. Həm məğfirət, həmçinin rəhmət. Və burada böyük bir fayda vardır. Yəni, insanın həm qorunması və həmçinin bağışlanması. Yəni, Allah-u Teala'nın qulunu günahların şərrindən qoruması və həmçinin ona rəhm etməsi. Yəni, Allah-u Teala'nın qulu ilə maraqlanması, yəni asan olanı ona müyəssir etməsi və həmçinin çətin olandan onu uzaqlaşdırması. Və həmçinin faydalardan bu sözdən, Allahümme er-rafiqəl ə'lə sözündən, yəni elə başa düşülməsin ki, insan ölümü arzulaya bilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bu sözü nə vaxt demişdir? Ona seçim verildikdən sonra demişdir. Və həmçinin axır anlarında demişdir. Və həmçinin faydalardan Peyğəmbər sallallahu aleyhi və səlləm ölümü arzulamağı qadağan etmişdir. Və buyurur ki, "Lə yetəmənnə əhadukumul məvtə və lə yəd'u bihi innəhu izə mətə inqata aməlu və innəhu lə yezidul mu'minə umruhu illə xayra." Yəni sizdən biri ölümü arzulamasın və onunla dua etməsin. Çünki insan öldüyü zaman onun əməli kəsilir. Amma müminin həyatda olması isə onun xeyrini daha da artırır. Yaşaması xeyrinin artmasına səbəbdir. Çünki mümin həyatda qaldığı zaman vaxtından istifadə edir. İbn-i Hüseymin Rahiməhullah buyurur ki, və burada keçən qadağa haramlığa aiddir. Haramlığa dəlalət edir. Çünki insanın ölüm istəməsi elə bil ki, Allahın bölgüsünə razı qalmamasıdır. Yəni, müsəlmana vacib olan ona üz verən müsibətə səbr etməsidir. Allahdan çıxış yolu gözləməsidir. Və buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm "Lə yətəmənnəyənnə əhadukumul məvt." Yəni, sizdən biri ölümü arzulamasın. "İmmə muhsinən fələalləhu ən yezdədə xayra." Ola bilsin, o yaxşı insan olsun və yaxşılıqlarını daha da artırsın. "Və immə musiən fələalləhu ən yestə'tib." Ola bilər, yəni günahkar olsun və tövbə eləsin. Nəsuh tövbəyə müvəffəq olsun. Və həmçinin İbn-i Qayyim Rahiməhullah buyurur ki, "Yəsuğu bəl yüstəli kull əhəd ən yəsəlallahu ta'ala ən yərhamə." Yəni, müstəhəbdir ki, insanın Rəbbindən rəhmət istəməsi. "Allahümmə rəhəmni." Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dua edənə öyrətmişdir ki, "Allahümməğfirli və rəhəmni və afini və rzuqni." Allah məni bağışla, mənə rəhm et, mənə afiyyət ver, mənə ruzi ver. Və o bunu əzbərlədiyi zaman deyir ki, "Əmmə hədə fəqad mələə yədəyhi minəl xayr." O duanı əzbərlədikdən sonra sahabə və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu insan iki əlini xeyirlə doldurdu. Və həmçinin faydalardan rəhmətin, yəni işləndiyi yerlərdən çoxu "Lə yəhsun ən təqa fiyhəs-salah." Kəqavlillah təala və rəhməti vəsiə kullə şey və qavlu fil hədis və innə rəhməti səbəqat qadabi. Yəni, burada salavatla rəhməti ayırır. Yəni, Allah Teala deyir, mənim rəhmətim hər şeyi əhatə etmişdir. Və Qudsi hədisdə "İnnə rəhməti səbəqat qadabi." Mənim rəhmətim qəzəbimi qabaqlamışdır. Sonra digər dua da gəlir. İnşallah onu da götürək. Digər hədisdə isə gəlir ki, "Cəalən nəbiyyü sallallahu aleyhi və səlləm ində məvti yudxilu yədəyhi fil-məh." Yəni, ölüm anında Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini suya salar. "Fəyəmsəhu bihimə vəchəhu." O iki əlini suya saldı, əllərini üzünə sürtər. "Və yəqul" və deyərdi ki, "Lə iləhə illallah, Lə iləhə illallah, innə lil-məvti ləsəkarat." Həqiqətən ölümün ağır anları vardır. Ölümün ağır səkarat, yəni ölümün büyüşlüğü vardır. Səkara söz ərəbində bağlamaq sözündən də götürülmüşdür. Hətta istifadə edirlər ki, səkkiril bəb, qapını bağla. Yəni elə bir ki, insanın
Yəni o vaxt artıq ağlının da bağlanmasına səbəb ola bilir. Yəni o qədər şiddətli olduğu zaman. Və bu hədisi İmam Buxari rahimehullah öz səhih əsərində gətirmişdir, rivayet etmişdir. Və Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'in qarşısında taxtadan balaca bir qab var idi, rakva. Kəmə fəsir Əbu Ubeydil Qasim. Hansı ki orada su olardı. Sağir min cildin yuşrabu fihil məh. Ər-rakva inəun sağir və bəziləri isə deyir ki, cilddən olan, dəridən olan balaca bir qab, hansı ki o su içilirdi. Və əmməl ülbə fədi ələt fəsir Əbu Ubeydə bin inə. Amma o birisi ülbə isə taxtadan olan qaba deyilir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem əllərini suya salır və üzünə çəkir. Yuhtəməl şiddəti mə kənə yecidu min hummə. Yəni ola bilsin, əllərini suya salıb üzünə çəkməsi qızdırmanın şiddətinə görə olunmuş və su ilə sərinləşdirirdi. Amma bir səbəb ənəu kənə yuğmə aleyh və yaxud da özündən getdiyinə görə, ağrının, xəstəliyin şiddətindən sonra ayılırdı və üzünə çəkirdi suyu. Və deyirdi ki, la ilahə illallah, tevhid kəlməsini gətirir. İnnə lil mauti ləsəkarat. Həqiqətən ölümün ağır anları vardır. Yəni, la ilahə illallah kəlməsinə gərək mümin bütün hallarında sarılsın, davamlı o kəlməni söyləyənlərdən olsun. Və hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən kənə əxiru kələmi la ilahə illallah dəxələl cənnə. Yəni, kimin son kəlamı la ilahə illallah olarsa, cənnətə girər. Və həmçinin, yəni ölüm anında olan insan da gərək bu kəlməni deməyə çalışsın. Yəni, la mə'budə bi haqqin illallah, Allahdan başqa ibadətə haqqı olan mə'bud yoxdur. Yəni, insanın nə qədər dərəcəsi böyük olmasına baxmayaraq, yəni yenə insanın sonu ölümdür. Allah Teala Peyğəmbərinə sallallahu aleyhi və səlləmə buyurur ki, İnnəkə meyyitun və innəhum meyyitun. Yəni, sən də meyyitsən, yəni sən də öləcəksən, onlar da öləcəklər. Yəni, la ilahə illallah deyərdi. Hədə ilahul vahid, yəni bu tək olan ilah əl-qahirdir, yəni hər şeyi məğlub edəndir. Bütün qullarını ölümlə məğlub edir. Allah Teala diridir və ondan başqa ibadət haqqı olan məbud yoxdur. İnnə lil mevti ləsəkarat, ölümün ağır anları vardır. Səkarat, sakra sözünün cəmidir. Yəni ölümün şiddəti, məşəqqəti və ölüm anında olan insanın çəkdiyi ağrılar. Və hədə yəqalil ənbiyyə aleyhimussalatu vəssalam, bu peyğəmbərlərə üz verir, hansı kamil insanlara. Və min thəmmə fə innən nəbiyyə sallallahu aleyhi ve sellem zəkərə zəlikə min əcli ixbar anhu. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bunu xəbər vermək üçün demişdir ki, insanlar belə bir hala hazırlaşsınlar. Hansı ki, yəni bu hal hər bir insana üz verəcəkdir. İnnə lil mevti səkarat, ölümün ağır anları vardır. Və ləv kənə dəlikə ən təxfifə, ləv kənə dəlik xeyran lil-abd, ləxəffəfəhu Allahu an rasulihi. Əgər bunun olmaması bir xeyir olsaydı, Allah Teala onu Peyğəmbərləri üçün, sallallahu aleyhi və səlləm üçün yüngülləşdirərdi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm belə o anın ağırlıqlarını, çətinliyini, ağır anları hiss edərdi. Və deyərdi ki, Rafiqil ə'lə, yəni məni uca dostlara qovuşdur. Yəni onların cümləsinə, sırasına məni daxil et. Yəni onları seçir. Yəni bundan nəzərdə tutulan odur ki, bu şiddətlər üz verir, baş verir. Leysə təxfif hədil kurbət və hədil şədəl yədul alə məziyyət lil-meyyit. Yəni insanın ölümünün rahat olması, şiddətin, çətinliyin olmaması ölən insanın üstünlüyünə dəlalət etmir, onun dərəcəsinə dəlalət etmir, onun fəzilətinə dəlalət etmir. Və sələflərdən bəziləri deyərdi ki, yüstəhəb ən yechədə indəl mevt, liənnəhu bidəlik yukəffər bihi an xatayahu və an zunubihi.
Yəni hətta müstəhəbdir ki, insan o anda biraz çətinliklə qarşılaşması, çətinliyə düşməsi, nəyə görə? Bununla günahlarından təmizlənməsi üçün. Yəqul mə əhəbbə ən təhunə aleyyə mə uhibbə ən təkunə aleyyə səkarat innəhu ləəxiru mə yukəffir bihi anil mümin. Hətta Ömər Abdüləziz rahimehullah deyərdi ki, mən istəmirəm ki, ölümün o ağır anları, o çətin, son anları asan olsun, yüngülləşsin. Çünki bu müminin günahlarının silinməsi üçün axır, yəni anlardır, axır fürsətdir. Və həmçinin digər sələflərdən buna oxşar mənalar gəlmişdir. Amma bəziləri isə yəni ölümün şiddətindən qorxardılar. Ki, nəyə görə? Fitnəyə düşməsindən. Və min thəmmə kənu yaxtaruna dua və sual bi təhvini səkaratmə. Və buna görə də onlar o ağır anların yüngülləşməsi üçün duanı seçərdilər, onu üstün tutardılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu xəbər verdiyi zaman innə lil mevti səkarat, ölümün ağır anları vardır. Yəni bu şikayət baxımındandırmı? Xeyr. Bu ənə hədə leysə min bəbi şəkva, bu şikayət baxımından deyil. Və innəmə huvə min bəbil ixbar, xəbər vermək baxımından. Yəni xəbər vermək baxımından problem yoxdur. Əmmə şəkvə fəqad mağdar kələm, amma şikayət isə bu barədə danışıldı ki, insan şikayət etməsi icazəli deyil və bu səbrə ziddir. Və idə kənəl insan yadkuru dəlik lit-tabib, əgər məsələn insan öz xəstəliyini həkimə danışırsa və yaxud da digər insana, yəni burada problem yoxdur. Ola bilər, məsələn, onu ziyarət edənlərdən kimsə, yəni eşidib, belə bir xəstəliyin müalicəsi var, ona bu baxımdan danışır, şikayət olaraq yox. Ən-Nəbi sallallahu aleyhi ve sellem qalət Aişət və rəsə, qalə bəl ənə və rəsə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Aişə deyəndə ki, vay başım, və deyərdi ki, əksinə mənim vay başım. Və alə kulli həl qad kəriyə bə'du əhl-i ilm min fuqahə şəfiiyyə ət-təəvvüh marid indəl mevt. Yəni, bəzi alimlər və Şafi məzhəbindən olan bəzi fəqihlər, yəni ölüm anında of deməyi və yaxud da inil deməyi bəyənməyiblər və yaxud xəstəlik anında və Nəvavi rahimehullah özü Şafi məzhəbindən, amma deyir ki, bunun dəlili yoxdur. Və buradan da alimlər deyir ki, hətta onun özü də bir problem deyil. Bəzən insan belə səs çıxardır, inildiyir xəstə ağrının şiddətindən. Görürsən, bəzən o yüngülləşməyə səbəb olur, təsəlli tapmasına səbəb olur. Yəni, bu baxımdan bir problem deyil. İmam Əhməd rahimehullah ölüm xəstəliyində inildiyərmiş və ondan onun Tavus rahimehullahdan bir əsər gətirirlər. Ənəl mələk yəktubul ənin və deyir ki, mələk də iniltini yazır və bundan sonra ölənə kimi inildəmir. Alə kulli əl ənin mar təəvvühül mari lə yuaxadu alə. Hər bir halda, yəni insan inildəsə belə xəstəliyin şiddətindən və yaxud ölüm anında, yəni buna görə sorğu-sual yoxdur, yəni hesaba çəkilmir. Lakin onlar bunu etməməklə uca dərəcəni qazanmaq istəyiblər, uca dərəcələri. Amma bu vacib deyildir. Yəni, bu insanın bunu etməməsi vacib deyildir. Və Nəvavi rahimehullah da deyir ki, xəstənin öz xəstəliyini xəbər verməsində də bir problem yoxdur. Yəni, bu qəza və qədərə zidd deyildir. Hətta deyir ki, fəkəm min şəkin və huvə radin və kəm min səkin və huvə saxid. Dinin içində şikayət edən vardır ki, amma halı razılıq halıdır o insanın. Amma neçə susan insan var, amma sustuğu halda qəzəblidir. Allahdan afiyət istəyir. Vəl-muamul fidə alə əməl qalbə. Burada da yəni etimad olunan yer, qayıdılan yer qəlbdir. Yəni insanın dili deyildir. Lakin aydan hətta hədə fihi nazar, amma baxmayaraq bunu özü də yəni tam dəqiq bir görüş deyil. Fə innəl insan yuaxadu bimə qalu, yəni qalu mə təkəlləmə bihi. Yəni insan danışdığına görə, dediyi sözlərə görə hesaba çəkilir. Fəyənbə əllə yətəkəl illə bimə yəcmul. Gərək insan gözəl olan şeyləri danışsın və şikayət etməsin məxluqa. Yəni ona görə burada fərq var. Xəbər verməklə şikayət etmək arasında fərq vardır.